Bütün qonaqlarımızdan əyləşməyi rica edirik. Beləliklə biz artıq panel hissəyə keçirik. Bir daha bütün qonaqlarımızdan rica edirik ki, öz yerlərində əyləşsinlər. Beləliklə panel müzakirə başlayır. Bütün qonaqlarımızdan həm əyləşməyi, həm də sakitliyə riayət etməyi rica edəcəyik. Beləliklə biz forumumuzun 3-cü panel hissəsinə keçirik. Təhsildə qiymətləndirmə və inkişaf mövzusuna həsr olunmuş panel müzakirəmiz başlayır. Təbii ki, siz də bu paneldə yaxından iştirak etmək üçün QR kodları skan etməyiniz kifayətdir. Suallarınızı panel iştirakçılarına, moderator və spikerlərimizə rahatlıqla ünvanlaya bilərsiniz. Beləliklə, təhsildə qiymətləndirmə və inkişaf panelimizin moderatoruna biz səhnəyə dəvət edirik. Gələcəyini Qur layihəsinin rəhbəri Turan Cəfərova. Alqışları əsirgəməyək onlardan. Spikerlərimiz, Müstəqil Qiymətləndirmə Mərkəzinin rəhbəri İlqar Ağakişiyev. Kurikulum üzrə ekspert Yalçın İslamzadə. Və Bakı Mühəndisliyi Universitetinin Kimya Biologiya Kafedrasının baş müəllimi Elşad Yunusov. Bir daha vurğulayaq ki, əziz qonaqlar, siz masalarınızın üzərindəki proqramdakı QR kodu skan etməklə suallarınızı moderator və spikerlərimizə ünvanlaya bilərsiniz. Beləliklə, təhsildə qiymətləndirmə və inkişaf panelinə başlayırıq. Söz sizdədir, Turan xanım, buyurun. Təşəkkür edirəm. Hörmətli spikerlər, dəyərli qonaqlar və forum iştirakçıları, hər birinizi salamlayırıq. Təhsildə qiymətləndirmə və inkişaf panelinə başlayırıq və bizim panelimizin mövzusu ümumi forumun mövzusu ilə üst-üstə düşür. Bugün biz qiymətləndirmədən və inkişafdan danışırıq. Əslində bu iki anlayış biri-birinə çox bağlıdır. Birini o birisindən ayırmaq olmaz. Qiymətləndirmə, biz haradayıq, mövcud vəziyyət nədir? Bu suala cavab verməyimizə kömək edir. İnkişaf isə harda olmaq istəyirik, qarşımızda duran məqsəd nədir? Biz bugün hər iki aspektdən bu məsələyə yanaşacağıq və istərdim ki, əslində bizim ölkəmizdə mövcud olan qiymətləndirmə sistemindən başlayaq. Bunun üçün İlqar müəllim, istərdim sözü ilk olaraq sizə verək ki, siz bizim qiymətləndirmə sistemimiz necə formalaşdı, nə kimi nailiyyətləri var və əlbəttə ki, çətinlikləri. Bunlar haqqında bizə məlumat verəsiniz. Əlbəttə ki, zəhmət olmasın. Bir daha salamlayırım hər birinizi. Təkrar yorulmuşsunuz yəqin ki. Səhər saat 9-dan artıq 16:30-35-dir. Amma biraz da elə səbirli olsanız, yavaş-yavaş biz bu məsələni yekunlaşdırmış olacağıq. Mən desən, kağızların yarısına duruyormuşam. Deyilsən. Bir də zəhmət olmasın. Şibar qalqamı götürün. Deməli, belə hörmətli həmkarlar, əziz iştirakçılar, bir daha salamlayıram hər birinizi. Bugün biz qiymətləndirmədən danışırıq. Əslində, qiymətləndirmə deyəndə, belə deyək, hər birimizin həyatına həm maddi, həm mənəvi mənada toxunan bir mövzudan danışırıq. Qiymətləndirmə ilə valideynlər övladlarının gələcəyini ölçür. Müəllim öz fəaliyyətini dəyərləndirir bunun vasitəsilə. Şagirdlər isə əksər hallarda öz dəyərini onunla müəyyənləşdirir. Biz bu sistemin içindəyik. Qiymətləndirmə sisteminin içindəyik. Biz gündəlik həyatımızı bizim özümüzdən asılı olmayaraq buna uyğun qururuq. Biz övladlarımız böyüyəndə yavaş-yavaş onları müxtəlif istiqamətlərdə müəllimlərin yanına göndəririk. Onların hazırlığı ilə məşğul oluruq. Onların topladığı balı diqqətə çəkirik. Nə bilim, mən onu dönə-dönə müəllimləri ilə
və yaxud da tədris mərkəzlərinin rəhbərləri ilə müzakirə edirik. Bu qiymətləndirmə əslində nəticəni ölçmək üçün bir vasitə deyil. Həm də öyrənməyə istiqamət verən, inkişafı təşviq edən, geri bildirimlə öyrənməni gücləndirən bir amildir. Nə üçün vacibdir qiymətləndirmə? Təhsil alan üçün öz öyrənmə səviyyəsini tanımaq, zəif və güclü tərəflərini müəyyən etmək, şəxsi inkişaf yolunu müəyyənləşdirmək üçün lazımdır. Müəllim üçün tədris prosesinin effektivliyini qiymətləndirmək, tədris metodlarını inkişaf etdirmək üçün, təkmilləşdirmək üçün lazımdır. Valideyn və cəmiyyət üçün isə təhsil sisteminin şəffaflığı və hesabatlığını təmin eləmək üçün lazımdır. Mən bu çıxışımda sual tiplərinin qiymətləndirmədəki rolundan və bunun şagird və müəllimlərin günlük həyat tərzinə, tədris metodlarının tətbiqinə nə cür təsir etməsindən biraz danışmaq istəyirəm. Əslində, qiymətləndirmənin ölkədə baş aktyoru Dövlət İmtahan Mərkəzidir, keçmiş adı TQDK deyək, Tələbə Qəbul üzrə Dövlət Komissiyası. Ona görə mən bir balaca oradan yola çıxmaya çalışacağım. Əslində, 92-ci ildə TQDK, Dövlət İmtahan Mərkəzi desəm də, qarşırsam da üzrü sayın. Dövlət İmtahan Mərkəzi 92-ci ildə yarananda qarşısına qoyduğu cəmi bir məqsəd vardı. O məqsəd o idi ki, ali məktəblərə qəbul prosesində korrupsiyanı ortadan qaldırmaq. Əsas məsələ bu idi, yəni mövzu bu idi. Bunun yollarını axtardıq. Burada əslində tək korrupsiya deməyək, həm də məsələyə belə baxaq. Ən ədalətli imtahan sistemini düşünək, bizim verdiyimiz vaxtda olan ən ədalətli imtahan sistemini düşünək, ən vicdanlı müəllimlərin imtahan götürdüyünü düşünək, amma yenə də bu uşaqlara qarşı müəyyən nöqtədə ədalətsiz bir davranış olurdu. Məsələn, deyək ki, eyni bir mövzunu bilən iki şagird və yenə eyni bir mövzunu bilməyən həmin iki şagird. Bileti çəkəndə mənə bildiyim düşür, sizə də bilmədiyiniz düşür. Mən qəbul olurum, siz də kəsilib gedirsiniz. Amma bugün bütün şagirdlərə eyni sual tipi, eyni mövzuda, eyni tərkibdə təqdim olunduğu üçün ilk növbədə bu ədaləti təmsilləmiş olur. Məqsədlər nə TQDK yarananda? Təhsil alanların akademik bilik və bacarıqlarını obyektiv şəkildə ölçmək, ədalətli seçim imkanı yaratmaq və ümumi təhsil sisteminin keyfiyyətini monitoring etmək. Mən əslində o illərdə bizim bir müəllim yoldaşının dediyi məşhur bir söz var. Testin ilk illərində dediyi bir söz var. Bugün o çox da aktual deyil, mən deyəcəm ki, aktual deyil. O deyirdi ki, biz əslində bilikli şagird hazırlamırıq. Biz imtihana girib ABCD'ye cavablarını düzgün kodlaşdıran robot hazırlayırıq. Yəni, məqsəd burada o deyildi ki, illa ki adam çox savadlı olsun, o idi ki, yüksək bal toplasın. Və testin cavablarını düzgün yaza bilsin. Niyə bunu o vaxt demək olurdu? Çünki bütün suallarımız qapalı suallar idi. Bütün suallarımız qapalı idi. Və bu qapalı sualları cavablandırmağın hətta bizim özümüz də bir doğru dürüst yolunu bilirdik, deyək ki, elmi öyrətməklə. Bir də məsələn, imtihana bir ay qalmış başlayırdıq, deyək ki, digər yolları öyrətmək ki, nə cür ehtimal edə bilərsən ki, hansı cavab doğrudur. Və yaxud da burada riyaziyyatçılar varsa, var təbii ki, ehtimalçılar var hətta. Onlar yaxşı bilir ki, əgər mən 5 cavabdan 3-ünü istisna edə bilirəmsə, artıq ikisindən birini bilməsəm də qeyd edə bilərəm. Çünki mənim burada doğru cavab vermə ehtimalım 50%-ə qalxır, 2-1-ə qalxır. Amma hər 4 yanlış cavab bir doğrunu apardığı üçün də burada 5-1 ehtimal, 20% ehtimalla silinir orada bizim balımız. 92-2000-ci illərdə Dövlət İmtahan Mərkəzi bu çox seçimli testlərdən istifadə edibdir və bu daha çox əzbərləməyə yol açırdı şagirdlərdə. 2001-2010-cu illərdə Dövlət İmtahan Mərkəzində olan dəyişiklikləri mən demək istəyirəm və həyatımıza yenidən təsirini göstərmək istəyirəm.
çətinlik səviyyəsi tənzimlənməyə başladı və cavabların optik oxunması başladı və nəticələrin avtomatlaşması oldu. 2011-2016-cı illərdə mən bu məlumatları Dövlət İmtahan Mərkəzinin özünün dərgilərindən götürmüşəm. Açıq tipli test tapşırıqlarının ilkin sınaqları başladı, əsasən riyaziyyat və xarici dil fənləri üzrə. 2016-cı ildə Dövlət İmtahan Mərkəzi yarandı. Yəni, bu Dövlət İmtahan Mərkəzi yaranması mənası nə idi? O zamana qədər bu mərkəz yalnız ali məktəblərə tələbə qəbulu ilə məşğuldursa, bugün Dövlət İmtahan Mərkəzi bu imtahan mərkəzidir. Bundan kənarda dövlət qulluğuna qəbuluna məşğuldur, nə bilim mən SAT, IELTS imtahanlarının təşkilinə məşğuldur, hər cür imtahanları keçirə bilən bir imtahan mərkəzinə çevrilmiş oldu. 2020-ci ildən sonra da artıq yeni tipli suallar, dinləmə mətinləri, qrafik oxumalar, mətinlər arası əlaqə, situasiya əsaslı suallar və s. bunlar bizim sistemə daxil oldu. Bu dəyişikliklərdə məqsəd nə idi? Yəni, niyə biz əvvəlki üsuldan və əvvəlki suallardan imtina edib bu tipli suallara keçid eləmiş olduq? Əslində, yenə hər birimiz təsdiq eləyərik. Məsələn, ilk illərdə uyğunluq sualları tətbiq olunanda aşağı yuxarı bir sual 15 suala bərabər bir şeydir. 3 bəndin arasında 5 uyğun gələn cavab varsa 15 suala bərabər olan bir şeydir. Amma uyğunluq sualının da qiymətləndirilməsi bu gündə elə o vaxtki kimi qapalı sualın eyni balla qiymətləndirilir. Hərçənd ki, bir uyğunluq sualının 3'də 2'sini bəlkə biz doğru cavablandıra bilərik, amma bu 3'də 3 deyilsə, tam deyilsə, bizə 0 bal gətirir. Yəni, bu tipli tapşırıqların daxil olmasına əsas məqsədi o idi ki, şagirdlərin birinci növbədə yarımçıq biliklərini dəyərləndirmək, hər hansı mövzu haqqında tam bilgisi olmasa belə, o yarımçıq biliklərə, bugün açıq sualların yoxlanmasında, müəyyən meyarlar əsasında yoxlanmasında bu baş verir. Siz özünüz bu meyarları incələyəndə görürsünüz ki, orada hətta şagird doğru cavab verməmiş olsa belə onu müəyyən ballara qazana bilir. Bu tam biliklər olmasa da yarımçıq biliklərin dəyərlənməsidir. Bundan başqa bu tipli suallar həm də bizə analizə yönəlik və araşdırmaya yönəlik sualların yaradılması imkan verir. Belə deyək ki, hər hansı bir Azərbaycan ilə mətni bizə təqdim olunur və biz o mətni oxuyub, dərk edib, analiz edib, bəzən də o mətndə olmayan, amma o mətndən məntiqi çıxan nəticəyə görə cavablandırmalı oluruq. Yəni, bu sualların hamısı bizim şagirdlərin bilik və bacarıqlarını birinci növbədə daha obyektiv qiymətləndirməyə xidmət edir. İkinci növbədə isə deyək ki, daha güclü şahidlərin digərlərdən fərqləndirilməsinə, dürüst fərqləndirilməsinə xidmət edir. Amma bu dəyişikliklər bizim həyatımızda bəs nəyi dəyişir? Və görəsən Dövlət İmtahan Mərkəzində olan bu dəyişikliklər bizim tədrisimizə öz təsirini göstərirmi? Əslində, mənim buna cavabım, bəlkə biraz sonra o sual yenə veriləcək, mənim bu sual cavabım netdir, birbaşa təsir göstərir və hər birimizin həyatına təsir göstərir. Məsələn, nümunə kimi deyim mən sizə, 9-cu sinifin buraxılış imtahanında şəkil əsaslı esse tələb olunur bugün. Elə deyil mi? Buyur uşaqlar, belə bir esse yazdılar. Bu essenin olacağını biləndən sonra İngilis müəllimlərinin tədris sistemində nələr dəyişdi? Onlar mütləq başladılar artıq müxtəlif mənbələrdən bu şəkilləri əldə edib uşaqlara verməyə, onu elətdirməyə. Biz bunu gözləsək ki, görəsən bizim uşaqlarımızın səviyyəsi yetərincə yüksələndən sonra biz bu sualları təqdim edək. O zaman biz təbii ki, heç bir şəkildə bu sonucu ala biləsi deyilik. Bugün qiymətləndirmə müəyyən mənada təhsilin inkişafını hətta yönləndirən faktorlardan biridir. Sual tiplərində olan bu dəyişiklik bizim tədrisimizə birbaşa təsir göstərir və biz, məsələn, kurs rəhbərləri, tədris mərkəzi rəhbərləri də istənilən yeniliyi, informasiyasını alan kimi öz müəllimlərimizi toplayırıq onlara və deyirik ki, bundan sonraki dərslərinizdə bu aspektə tədris edəcəksiniz. Sonucda nə baş verir?
Sonuçta eğer bir ne bileyim 3 yıl 4 yıl bundan evvel dinleme suallarına göre belki bir 3%, 5% cevap verilse, bugün biz öz müstakil qiymətləndirmə mərkəzinin imtihanın statistikasına istinaden diyebilirim ki, dinlemeye artık takriben 40-45% şahitler cevap verir. Yani artık biz dinleyip, anlayıp cevaplandırmayı da öğrenmişik. Ümid ederim ki gelecekte bu faiz daha da yükselir. Burada şagird perspektifinden baksak qiymətləndirmeye, bir taraftan o gencin özüne inamıdır, ama bir taraftan da belki de stresidir. Biz yaxşı hazır olanda çok inamlı oluruz, çok arkain imtihanda iştirak edirik. Biz yaxşı hazır olmayanda öyle korkular bizi strese salır. Müşahidlerimiz neyi gösterir? Yeni modeller şagirdlerde kritik düşünceni, yaratıcı yanaşmanı inkişaf ettirir, daha da geliştirir. Ama qiymətləndirmənin ümumi sistemi biraz da valideynlerden kaynaklanan megamı diyeyim, biraz ceza için vasıtaya çevrilir. Ben ad çəkmədən bir tane nümunəni diyeceğim. 695 bal toplamış bir şagirdimizin 700 bal toplamadığı için valideyn tərəfindən cəzalandığının şahidi olmuşuq. O bizim öz şagirdimizden söhbət gedir. Qiymətləndirmədə müəllimin ve tədris merkezlerinin rolu nedir? Aslında ben biraz önce dedim, çok yüksektir, çok büyüktür ve en önemlisi odur ki müəllimler öz tədrisini, eləcə tədris merkezi öz tədrisini elə qiymətləndirmənin tələblərinə uyğun qurur. Ve buna göre de qiymətləndirmə ne kadar doğru, dürüst, ədalətli prinsiplərə əsaslanmış olursa, onun sonunda bizim de kurduğumuz təhsil sistemi o doğru dürüst adaletlemeye yönelik bir tedrise çevrilmiş olur. Müəllimler mütləq nəticələri analiz edirlər ve öz tədris planlarını yenilirlər. Şagirdlərin fərdi, zayıf ve güclü tərəflərini araşdırırlar ve ona uygun tədris planı qururlar. Tədris mərkəzləri də öz növbəsində öz müəllimlərinin təkmilləşməsi yolunda işlər aparırlar məcburən. Bunu edirlər. Başka sözden qiymətləndirmə, təlimin, bizim təlimin, tədrisimizin bir parçasına çevrilmiş olur. Ben aslında zamanı biraz nəzər almaya çalışıram. Burada biraz çok yazmıştık, onları ben bir sesini böyle ötürürüm. Ama burada bir mütləq demək istədiyim bir şey var. Çətinlik ve riskler de var bu qiymətləndirmədə aslında. Aslında çok rahat da değil. Mesela bir numune için ben diyeyim. 11. sınıf bırakılış imtihanında 24 açık sual var. Açık sualın yoklanması prosesini təqribən bizde 300-400 ekspert iştirak edir eyni vaxtda ve biz en operatif qiymətləndirmə aparan mərkəz kimi bunu 4 güne bu nəticələri elan edebilirik. Ama valideynlərdən imtihan günü akşam benim cevaplarım ne oldu mesajlarını alırıq. Tez olun bizim cevapları verin, artık bizim nəticələri bilmək istəyirik. Başka mənada bunun çətinlik hissəsi, əzab-əziyyət hissəsi aslında publik olarak görünmür. Biz onu görmür. Arkadaki insanlar onu çok da hissedebilmir ama o çok da rahat bir proses değil. Bu çətinliklər var. Ve mənə elə gəlir ki, bunun əsas səbəblərdən biri aslında həmin valideynlərin az informasiya malik olmasıdır. Onlar bu prosesi daha aydın bilseler, biraz da bize zaman tanıyorlar ki biz bunu hayata geçirebiliriz. Ardınca resurs ve infrastruktur çatışmamazlığı. Sizlerden gelen en büyük şikayetlerden biri buydu ki, ben yine merkezde da seslendirmek istemiyorum, özü burada da özü silecek. Mesela dinleme metnini mobil telefon vasıtasıyla seslendirmek. Şahitlerin belli bir etirazı vardı. Bu olabilir ki hansı bir resursun çatışmamazlığı anlamındadır. Yani benim kalonkam yoktur, benim veyahut da dinleme sistemim yoktur. Ve ben mecburam ki onu bir telefonla seslendireyim. Ama bu da bundan sonraki defelerde tabii ki bizim koyacağımız taleplerin içinde olacak ki mütlak sizin bu resurslarınız temin olunmalıdır.
Qiymətləndirmə ilə ən sonuncu çətinlik isə bundan olan gözləntilərin ictimai yanlış gözləntilərin olmasıdır. Yəni, bəzən də biz öz övladımızın biliyinin ölçüsünü qonşudakı uşaqların biliyinin ölçüsünü müqayisə edərək dəyərləndiririk. Biz onun özünün dünəni ilə bugünü müqayisə edərək deyil, yanındakı sinif yoldaşlarla müqayisə edərək dəyərləndiririk və bu zaman unuduruq ki, Allah hər kəsi bir fərqli fərd olaraq yaradıbdır və hər kəsin yadaş imkanları bərabər deyil, bərabər şəkildə də bunlar nəticə göstərə bilməzlər. Sonda çıxışı belə bir sualla bitirmək istəyirəm. Qiymətləndirmə dəyişsə, təhsil sistemi dəyişərmi? Yoxsa əvvəlcə biz dəyişməliyik ki, qiymətləndirmə də dəyişsin? Əslində, bunun cavabını mən verməyəcəm. Çünki bunun çıxışının davamını gələcək inkişaf perspektivlərlə bağlı bizim həmkarımız var danışacaq. Ona görə də mən sözü ötürürəm həmkarlarıma. Təşəkkür edirəm dinlədiyiniz üçün. Təşəkkür edirik İlqar müəllim. Doğrudan da bizim qiymətləndirmə sistemimiz çox böyük bir yol qət edibdir. Tələbə qəbulu dövlət komissiyasından dövlət imtahan mərkəzinə çevrilibdir. Bir zarurət qarşısında yaranmışdı və dəyişiklikləri hamımız görürük. Hamımız bu işin içindəyik. Qapalı sualdan açıq suala, bilir, bilmir yanaşmasına nə dərəcə bilir, nə dərəcədə bilir və çox sağ olun ki, siz müxtəlif perspektivlərə də toxundunuz. Qiymətləndirmə deyirik, amma baxın, görün, qiymətləndirmə həqiqətən də kimlərə toxunur və necə toxunur. Şagird var, müəllim var, icma var. Müxtəlif perspektivlərdən siz açdınız bu məsələni və əlbəttə ki, bir ölkə perspektivi də var. Biz ölkə olaraq müxtəlif qiymətləndirmə proqramlarında da iştirak edirik və ölkə olaraq öz mövqeyimizi bilirik ki, biz digər ölkələrlə müqayisədə hansı durumdayıq, nə səviyyədəyik və elə bununla bağlı istərdim sözü bizim növbəti ekspertə verim. Yalçın müəllim, sizə sual ünvanlayım ki, hal-hazırda mövcud olan müasir qiymətləndirmə yanaşmalarından bizə bəhs eləyəsiniz və onlardan hansıları bizim ölkəmiz üçün faydalı və tətbiq olunan hesab edirsiniz? Sizi də əgər rahatdırsa tribunaya almaq istəyərdim. Çox sağ olun. Hər kəsi salamlayıram. Bu vacib tədbirin təşkilatçılarına və iştirak elədiyinizə görə sizə təşəkkür edirəm. Qiymətləndirmə təhsil prosesinin vacib hissəsidir. Çünki qiymətləndirmənin mahiyyəti, fəlsəfəsi, əhatə dairəsi, dərinliyi müəyyən olunandan sonra bütün tədris materiallarına, dərsin hansı metodla keçiləcəyinə qədər təsir edir. Və qiymətləndirmə bir cəmiyyətdə olan qiymətləndirmə həmin cəmiyyətin əslində dünyaya baxışını əks elətdirir. O cəmiyyət dünyanı necə qavrayır, anlayır, analiz edir və öz gənclərini həmin gələcəyə necə hazırlamaq istəyir. İlqar müəllim əhatəli danışdı. Bizim ilk prioritetimiz qiymətləndirmədə obyektivlik olub və ciddi bir yol gəlinib bu nöqtəyə qədər obyektivlik təmin olunub. Ancaq bugün dünyada şərtlər dəyişir və məlum olur ki, bizə yeni bir paradigma dəyişikliyi, yeni bir fəlsəfə dəyişikliyi, köklü bir dəyişiklik də lazımdır qiymətləndirmə məsələsində. Mən kiçik bir misal verib, sonra dünyada qiymətləndirmənin ümumi vəziyyəti ilə əlaqədar qısaca danışıb, gələcəkdə bizi hansı perspektiv gözləyə bilər, o haqda danışacağım. Bu ilki fizika imtahanında belə bir sual var, müvafiq düsturları yazmaqla cavabınızı əsaslandırın. Düsturları yazmaqla və bizim imtahan kağızında düsturlar verilmir. Ancaq beynəlxalq qiymətləndirmələrin birində tam 4 səhifə bütün düsturlar və fiziki kəmiyyətlər burada imtahan kağızının arxasında verilir. Bu iki yanaşmada hansı fərq var? Bu yanaşmalardan o fərqi biz görə bilirik ki, bizdə hələ də qiymətləndirmə daha çox prosedural biliyi yoxlama və yaddaş əsaslı bir qiymətləndirmədir. Çünki konkret fizika dərsliyindən danışsaq, həddən artıq çox mövzu var, düstur sayı da çoxdur və şagirdin bu qədər çox düsturu əzbərləməyi güman ki, onun fizikanın mühakimə hissəsini, konseptual
bilik hissəsini çalışmağına ciddi şəkildə mane olur. Amma xarici imtahanlarda şagirdin, abituriyentin yaddaşını düsturlarla doldurmurlar. Onun əvəzinə çox maraqlı suallar soruşurlar və o sualların mahiyyətinə baxanda orada common wordlər deyirlər. Yəni taksonomik feillərə baxanda qiymətləndir, dəyərləndir, müqayisə et, əsaslandır, bu argumentə fikir bildir, etiraz et və ya təsdiqlə kimi müxtəlif taksonomik feillərdən istifadə olunur. Nə üçün? Çünki onların bu beynəlxalq qiymətləndirmə, qabaqcıl beynəlxalq qiymətləndirmə proqramlarının dünyaya yanaşması biraz fərqlidir və biz də müasir dünyanı doğru təhlil edəndən sonra öz qiymətləndirməmizin fəlsəfəsini müəyyən edə bilərik. İlk qiymətləndirmə, orta məktəb, orta təhsilin ilk qiymətləndirilməsi mənə məlum olduğuna görə 1858-ci ildə İngiltərədə başlayır. Həmin dövrdə onlar təbiət tarixi deyə bir fən keçirlər. Təbiət tarixi orta məktəblərdə məcburi fən kimi keçirilir. Təbiət tarixinə zoologiya, botanika, biologiyanın müəyyən mövzuları və geologiya daxildir. Bugün bizim o köhnə Sovet dövründəki təbiətşünaslığa biraz yaxın bir fən kimi. Orada imtahan vaxtı abituriyentlərdən müxtəlif heyvan sistemlərinin, orqan sistemlərinin və ya bitkinin müəyyən hissələrinin quruluşunu əllə cızmaq tələb olunur və o cızma sual kimi qiymətləndirilir. Niyə görə? Çünki o dövrdə Britaniya dünyanı tuturdu və Britaniyada alimlər o dövlət məmurları ilə yanaşı bütün dünyaya dağılırdılar. Onlar getdikləri ölkələri öyrənmək üçün, oranın bitki örtüyünü, heyvan örtüyünü, taksonomiyasını çıxarmaq üçün belə bir tələb qoyulmuşdu. Yəni, Britaniyanın siyasi məqsədi bilavasitə onun qiymətləndirilməsində əks olunmuşdur. Daha sonra biz Amerika ilə SSR arasındakı bu kosmik rəqabəti xatırlayırıq. Həmin kosmik rəqabət dövründə hansı ölkə biraz irəli keçirdisə, digər ölkə bütün kurikulumları və saitləri yeniləyirdi. Bugün bizim orta məktəbdə istifadə edədiyimiz bir çox demonstrasiya əslində 60-cı, 70-ci illərdə Amerikada Physics Study Group deyə universitet müəllimlərindən yaradılan bir qrup olub. Və 2000-ci illərin əvvəllərində universitet müəllimləri ki, onlara gələn tələbələrin bilik və bacarıqlarından narazı qalanda orta məktəb dərslikləri ilə, tədris proqramı ilə maraqlanmağa başladılar. Və onlar bir məqama etiraz bildirdilər ki, bizim ən yaxşı tələbələrimiz belə çox mürəkkəb məsələləri, düsturları tətbiq edərək həll eləyə bildikləri halda çox sadə fiziki hadisələri, təbiət hadisələrini izah eləyə bilmirlər. Hətta bunun üçün müxtəlif testlər yaratdılar. Force Concept Inventory deyə bir məşhur test var, onu keçirirlər və ya YouTube-da sənədli film var, Harvardda A Private Universe deyə Harvard tələbələr arasında keçirilib sorğu və məlum olub ki, Harvardın ən bacarıqlı tələbələri belə sadə konseptual suallara cavab verə bilmirlər. Bundan sonra onlar yenidən bir daha bu məsələyə qayıtdılar və indi hazırdakı paradigma belədir ki, bugünkü dünya hansı vəziyyətdədir və biz bu dünyaya uyğun necə bir kadr yetişdirməliyik və o kadrları yetişdirmək üçün qiymətləndirmə sistemini necə qurmalıyıq ki, biz yoxlayaq görək məqsədimizə çatmışıq yoxsa yox. Məsələn, bugün baxsaq görərik ki, təbiət fənlərində prosedural bacarıqlar, yəni riyazi bacarıqlar deyil, elmi metod. Ona bəzən habits of mind deyirlər və ya thinking scientifically deyirlər. Xüsusilə işin eksperimental tərəfi çox əhəmiyyət daşıyır. Çünki təbiət fənləri eksperimental fənlərdir. Amma bizdə təəssüf ki, biz yeni kurikulumda bir yeni məzmun xətti əlavə elədik. Fiziki vahidlər, ölçmə və eksperimental fizika. Ayrıca bunu bir məzmun xətti kimi daxil elədik ki, eksperimental elm olan fizikada bu öyrənilməlidir. Məsələn, beynəlxalq qiymətləndirmədə ayrıca bir imtahan keçirilir. Praktik bacarıqları yoxlamaq üçün sırf practical dedikləri bir ayrı imtahan keçirirlər. Sonra bu nəzəri imtahandan bu ikisi toplanaraq ümumi qiymət çıxarılır. Biz, indi siz yeni kurikulumun fənni məqsəd və vəzifələrlə tanış olsanız, orada da görəcəksiniz. Bugün artıq dünyada məsələ belə qoyulur ki, dünya sürətlə dəyişir və dünyada ciddi problemlər var, texniki, qlobal, qida problemi var. Birinci məsələ budur. İkinci məsələ odur ki, fizika və ya kimya ya da biologiya, təbiət fənlərində akademik kariyer
seçənlərin sayı getdikcə azalır və bu təbiət fənlərindəki biliklər o qədər fundamental biliklərdir ki, bunları təkcə fiziklər, kimyaçılar oxumalı deyil. Bütün savadlı insanların savadının, bagajının tərkib hissəsi olmalıdır bu elmlərin bəzi fundamental qanun və prinsipləri. Ona görə, məsələn, elm savadı önə çıxıb ki, biz dərsliyi, tədris materiallarını elə quraq ki, sonra qiymətləndirmədə biz elm savadını da ölçə bilək. Bu baxımdan bizim 2013-cü il tarixli olsa da əslində çox mütərəqqi sənəddir. Orada Azərbaycan Respublikasında təhsilin inkişafına dair strategiya sənədində bir tələb qoyulub. Azərbaycan təhsilini beynəlxalq təhsil səviyyəsinə yaxınlaşdırmaq, belə bir tələb qoyulub. Düzdür, o sənədin mahiyyət etibarilə bu tələb biraz ümumi qoyulub, amma təhsil ictimaiyyəti ciddi şəkildə müzakirə eləməlidir və beynəlxalq təhsil dedikdə biz hansı təhsili nəzərdə tuturuq və ona nə qədər uyğunlaşa bilərik məsələsi öz həllini tapmalıdır. Çünki açıq tipli sualların və ya yuxarı koqnitiv bacarıqları ölçən sualların qiymətləndirməsi çox ciddi problem yaradacaq, müzakirə və mübahisə yaradacaq. Buna görə valideynlər, bütün təhsildə maraqlı tərəflər, həmçinin xüsusilə də müəllimlər o tip sualları yaxından öyrənməlidirlər. Yaxın 3-4 il ərzində bizi gözləyən o paradigma dəyişikliyinə hazır olmalıdırlar ki, həm özləri metodlarını rahatlıqla yoğunlaşdıra bilsinlər, həm də lazım gələndə valideynlərə və müəllimlərə rahatlıqla onu kommunikasiya eləyə bilsinlər. Mən düşünürəm ki, biz yaxın müddət ərzində bizi gözləyən dəyişiklik bu olacaq ki, bizim sual tiplərində ciddi dəyişiklik olacaq. O sual tiplərindən, məsələn, beynəlxalq qiymətləndirmədə 20 sual var. O 20 sualın ilk 10 sualı variantlı suallardır. 4 sualdan bir doğru cavabı seçməkdir. Digər 10 sualında tərkibində xeyli alt suallar var. Və o alt suallarda demək olar ki, bütün taksonomik feillərdən istifadə olunur. Hesablayın, tərifini verin, həm yaddaş ölçülür, həm mühakimə ölçülür və orada tətbiqi suallara çox əhəmiyyət verilir. Məsəl üçün, bir ultrasəs cihazının necə işlədiyi, situasiya ultrasəs cihazından verilir və şagirddən gözlənilir ki, dalğalara dair öyrəndiyi bilini tətbiq edib orada cavab verə bilsin. Yaxud fizikada tutaq ki, optikada öyrəndiyi tam daxili qayıtma hadisəsini səs dalğaları kontekstində verir və bu gözləyir ki, şagird optikada öyrəndiyi işığın tam daxili qayıtma hadisəsini səs dalğaları üçün dənizdə tətbiq edə bilsin. Və aydındır ki, bu şəkildə seçilən tələbələrin sonradan universitetdə uğurlu olmaları ən yaxşı əslində bugün indikator kimi A-level imtahanın nəticələri qəbul edilir ki, A-level'dan yüksək qiymət alan abituriyentlər universitetdə çox rahatlıqla, çox uğurla oxuya bilirlər. Ona görə də biz biliyi indiyə qədər bizim bu yaxında tarixdə sual, mübahisə yaradan sualı da yəqin eşitdiniz. Yəni, o tip suallar çox olanda şagirdin kitabı əzbərləməkdən başqa şansı qalmır. Çünki hamısı faktoloji sualdır və o sualın üstə hətta böyük mübahisə düşdü. O baxımdan bizim yaxında bizi gözləyən qiymətləndirmə güman ki, belə olacaq ki, biz faktoloji biliyi və prosedural biliyi, yəni sadəcə düsturu tətbiq edib məsələ həll eləməkdən əlavə bir də konseptual bilikləri də qiymətləndirməyə başlamalıyıq. Bunun üçün bizə müxtəlif taksonomik feillərlə yaxın tanışlıq lazımdır. Ümumiyyətlə, bugün təbiət fənləri müəllimləri hamıdan ciddi mütaliə eləməlidirlər. Elmi kütləvi kitabları, jurnalları mütaliə eləməlidirlər ki, o kontekstləri, situasiyaları çox yaxşı öz şagirdlərinə çatdırıb izah edə bilsinlər. Bu mənada indi bir müəllimin gələcəkdə 3-4 il sonra baş verəcək dəyişikliyə hazırlaşmaq üçün mən elə gəlir ki, kognitiv psixologiyanın müəyyən materiallarını oxumalıdır. Şagirdin beyni necə işləyir, düşünmə prosesi necə baş verir, taksonomik feillərlə çox yaxından tanış olmalıdır. Piaget'in yaşa görə təfəkkürün səviyyəsi haqqında nəzəriyyəsini yaxşı bilməlidir. Yəni, bu paradigma dəyişikliyi əslində ən çox əziyyət çəkməyi, ən çox öz üzərində işləməyi də müəllimlərdən gözləyir. Belə bir tələb qoyur. Ancaq bu paradigma dəyişikliyi baş verə bilsə, yəni cəmiyyət bunun, çünki adətən keçilmiş yoldan asıllıq var, materiallar hazırdır, vərdişlər hazırdır. İnsanlar da çox tez dəyişmək istəmir öz metodlarını və düşünmə üsullarını, amma bir ölkə olaraq biz o mərhələni keçməliyik.
Çünki biz o insan kapitalını yetişdirmək üçün bizə yaradıcı düşünə bilən, bir sahədə öyrəndiyini başqa sahəyə tətbiq edə bilən, sintez edə bilən, qiymətləndirə bilən mütəxəssislər lazımdır. Və biz ortaq bir müzakirə, konsensus nəticəsində qiymətləndirmənin mahiyyəti üzərində razılaşsaq, onda bütün tədrisə bizim baxışımız dəyişəcək. Çünki belə bir prinsip var ki, şagirdin biliyi necə qiymətləndirilirsə, o elə oxuyur, müəllim də elə öyrədir. Əgər biz 6 səhifədə bir dövlət haqqında danışıb, sonra 2 sual verirsə ki, X dövləti nə zaman süqut elədi, X dövləti nə zaman quruldu, onda şagird sadəcə skanner kimi o səhifələrə baxacaq, o 2 tarixi əzbərləyəcək və o 6 səhifədə nə yazılmışdı, ona maraqlı olmayacaq. Ona görə biz o dəyişikliyi eləmək istəyiriksə, ilk növbədə qiymətləndirmədə ciddi dəyişiklik eləməliyik və mənə elə gəlir ki, qiymətləndirmədə əsas ümumi dəyişikliklər bu olacaq. Bir, yüksək koqnitiv bacarıqları ölçmək, yüksək taksonomik feillərə uyğun suallar hazırlamaq. 2, praktik, o elmi metodun müəyyən praktik addımlarını qiymətləndirmək və şagirdin öyrəndiyi bilikləri yeni situasiyalara, yeni kontekstlərə tətbiq eləmə bacarığını ölçmək. Bu 3 ölçünü biz obyektiv şəkildə hazırlayıb, şagirdləri bu sınağa hazırlaya bilsək, mənə elə gəlir ki, o Azərbaycan Respublikasında təhsilin inkişafına dair strategiya sənədində qarşıya qoyulmuş məqsədə xeyli çatılmış olacaq. Təşəkkür edirik Yalçın müəllim. Çox spesifik, konkret misallarla bizə sualınızı zəhmət olmasa göndərin, biz buradan oxuyacağıq. Bu arada elə sualdan söhbət düşmüş ikən, mən bütün forum iştirakçılarından xahiş eləmək istəyirəm ki, suallarınızı çox qısa və spesifik verəsiniz. Uzun paragraflar var burada və mənə elə gəlir ki, bu uzun paragrafları oxuyub cavablandırmaq mümkün olmayacaqdır. Çünki sual deyil sanki, belə bir ürək ağrısıdır. Çox xahiş eləyirəm ki, sizi maraqlandıran o dərdinizi, məsələnizi çox qısa formada bildirəsiniz ki, bizim də spikerlər cavab verməkdə çətinlik çəkməsin. Və xatırlatmaq istəyirəm ki, hələ də sizin suallarınızı qəbul eləyirik və birazdan artıq sizin suallarınız üçün biz bu paneli açıq elan eləyəcəyik. Mən istəyirəm növbəti sualımı Elşad müəllim sizə ünvanlandırım. Biz bugün biliklərdən danışdıq. Biliyin qiymətləndirilməsindən danışdıq. Eyni zamanda da bacarıq sözü səsləndi və siz də elə bu forumun açılışında sosial bacarıqlardan bizə məlumat verdiniz. 21-ci əsrin bacarıqlarından bizə bəhs etdiniz, onların önəmindən, nə qədər vacib olduğundan. Siz necə düşünürsünüz? Bizim mövcud qiymətləndirmə sistemi bu bacarıqları nə dərəcədə ölçür və ümumilikdə şagirdin əsl potensialını ortaya çıxarmaq üçün bizim qiymətləndirmə sistemimiz uyğundurmu? Necə ürəyiniz istəyir? Daha rahatdırsa buradan əlbəttə ki, sizi də tribunaya alaq. Bir daha salamlar. Təşəkkür edirəm sualınıza görə. Bura 2 istiqamətdən başlayacağım. Birinci, ümumiyyətlə, biz qiymətləndirməni niyə təkmilləşdirməliyik və yaxud da dəyişməliyik? Və ikinci, bacarıq nöqteyi nəzərindən bugün uyğundurmu? Bayaqları müzakirəmizdə müəyyən mövzulara toxundum və burada növbəti bir sualla, auditoriya sual verirəm, amma cavab ümumiyyətlə əksər müəllimlərdən bu sualın cavabını almışam deyə onun əsasında fikrimi davam etdirəcəm. Orta məktəbdə müəllimlərə soruşanda ki, ən yaxşı şagird kimdir? Belə bir sualla müraciət edəndə bir mənalı əksər müəllimlər onun dərsini yaxşı oxuyan, dərsində nizamlı, intizamlı olan, onun dərs effektini aşağı salmayacaq şagirdlər onun üçün ən yaxşı müəllimdir. Hətta bu ölçünü necə görürük? Məktəb direktoru hansı bir tədbir olanda deyir ki, sinifinizdən ən yaxşı 3 dənə şagirdi sinifə göndərin və yaxud da aşağıya göndərin tədbirə. Ora olimpiyadalara qatılan və yaxud da dediyim kriterlərə uyğun olan şagirdlər gəlir. Amma sizin diqqətinizi çox önəmli bir nüansa çəkmək istəyirəm. Bugün Azərbaycanda avtoservislərdə çalışan bir çox motoristlər, maşın motoristaları 9-cu sinifdə orta məktəbdən çıxmış o müəllimlərin nəzərində
yaxşı olmayan şagirdlərdir. Çünki onlar dərslərini yaxşı oxumurdular, dərsdə şuluqluq edirdilər və həmin o yaxşı oxuyan uşaqlar ki vardı, indi həkimdir, hakimdir, o 9-cu sinifdə yaxşı oxumayan uşaqlara maşınlarının motoru dağıldığı zaman zəng edirlər ki, qardaş, mənim maşınımın motorunu nə vaxt düzəltmə imkanımız var? O da deyir, bir həftə sonra məsələ. Baxın, indi burada 2 dənə sual çıxır. Onda təzədən bir sual çıxır ortaya ki, doğrudan yaxşı şagird deyəndə biz nəyə başa düşürük? Hansı aspektdən baxırıq? Və yaxud da eyni şəkildə bu günləri dərzilər, xanım dərzilərin çoxu eyni dərəcədə 9-cu sinifdən məktəbdən çıxmış və yaxud da ki 11-ci sinifi qutarmış, amma məktəbdə təbiət fənlərini və yaxud da riyaziyyatı bir mənada çox yaxşı oxumayıb və yaxud da universitetə girəcək dərəcədə dərs çalışmamış. Əksəriyyətin hamısı haqqında deyə bilmərəm. Şagirdlər olublar. Amma universiteti qırmızı diplomla qutarmış, hətta PhD-ni almış bizlər və yaxud da sizlər, biz həmin o 11-ci sinifi bizə görə, o məktəbin yaxşı müəllim, şagird modeli olan müəllimlərin gözündə olan şahidlərə görə, biz onlarla gedirik, məsləhətləşirik. Necədir, yaraşır mənə, yoxsa yaraşmır? Bəlkə bunun burasını kəstirək, bəlkə burasını... Aha. Onda sual çıxır ortaya. Biz şahidlərimizi necə dəyərləndirməliyik və necə qiymətləndirməliyik? Əslində, bugünkü müzakirənin bir boyutu odur ki, müəssisə olaraq qiymətləndirmə mexanizmindən danışır. Amma sağ olsun İlqar müəllim bizi bura dəvət edib və mən bugünkü dünyada və Azərbaycanda olan tendensiyanın köbəyində duran məsələ budur ki, biz insanları qabiliyyətlərinə görə qiymətləndirməliyik. Onların bacarıqlarına görə. Çünki kompetensiya bizə deyir ki, bilik və bacarıq. Nəyi bilir, nəyi bacarır? Onda bizim yanaşmamız dəyişəcək. Məndən zəhmət olmasa dünya bugün bizə deyir ki, beynəlxalq qiymətləndirmələr deyək, Azərbaycan da bu beynəlxalq qiymətləndirmələrə qoşulan tərəflərdən birisidir və bu qiymətləndirmələr sizlər eşitmişsiniz, TIMSS-dir, PISA-dır, PIRLS-dır və bunun kimi digər qiymətləndirmə mexanizmləri var. Bu günləri beynəlxalq qiymətləndirmə deyir ki, şagirdləri özəlliklə TIMSS 2 istiqamətdə təhlil etmək lazımdır. Bir, məzmun domeynidir, digər isə idrak domeyni. Fikir verirsə, məzmun domeyni qiymətləndirəcək mövzunu müəyyənləşdirir. Yəni, şagirdin fənnini hansı dərəcədə elmi kognitiv yükünü dəqiqləşdirir ki, bu elmi olaraq bu məsələyə, savad nöqteyi nəzərindən bu məsələyə nə qədər hakimdir. Bu birinci məsələ. İkincisi, idrak deyir ki, qiymətləndirəcək düşünmə prosesini müəyyən edir. Yəni, biraz öncə Yalçın müəllim də burada ifadə etdiyi kimi, o feilləri bizdən soruşur, bilmək anlayışını açır. Tətbiq bacarığı nə yerdədir? Bu prosesi hakimliyi nə qədərdir? Onu nə qədər göstərə bilir? Nə qədər dərk edib və onun üçün nə qədər faydalıdır? Baxın, ona görə bugün hal-hazırda Dövlət İmtahan Mərkəzinin tələbləri, eyni şəkildə universitet qəbul mexanizmi bizə bugün tətbiq etdiyimiz sual modellərini tələb etsə də, mən sizə açıq deyim, yaxın 5 illikdə artıq bu mexanizm məcburi dəyişəcək. Çünki təkmilləşdirilmiş kurikulumlar və yeni nəsil dərsliklər bu tipdə tələbləri artıq ortaya qoyur. Biz məcburuq. Çünki biz artıq beynəlxalq arenaya girmişik. Sadəcə bir statistik məlumatı sizə deyim. 2019-cu ildə Azərbaycan şagirdlərinin TIMSS-dəki nəticələri və onların bütün suallarını bərabər Yalçın müəllimlə bərabər təhlil eləmişdik. Siz təsəvvür edin, verilən suallar içərisində nəzəri suallar ki var. Dünya şagirdləri nəticə olaraq 74% nəticə göstərdikləri halda Azərbaycanlı şagirdlər 76% nəticə göstərib. Böyük təqdir olunacaq məsələdir. Çünki faktiki nəzəri birlikdə qabaqdayıq. Amma növbəti step praktik tur, tətbiq bacarıqlarını ölçür. Buradakı nəticəyə baxırıq. Azərbaycanlı şagirdlərin nəticəsi 12-14%-dir. Biz artıq bilirsiniz, indiyə qədər biz şagirdlərimizə qabal daşını vermişik. Amma bugün bizə deyirlər ki, qabal daşının sirri lazımdır. Biz şagirdlərimizə balıq verməməliyik, biz şagirdlərimizə balıq tutma qaydasını verməliyik ki, onlar öz həyatlarını özlərinə lazım olacaq şəkildə qura bilsinlər. Məhz biraz öncə ifadə etdiyim kimi, pis şagird anlayışı yoxdur. Yaxşı şagird anlayışı da yoxdur. Bacarıqlı insan, öz sahəsinə görə bacarıqlı olan fərdlər var. Ona görə müəllimin professionallığı məhz o sinifdəki şagirdi tapmaq. İmtahan mərkəzinin professionallığı isə o şagirdləri yerinə uyğun düzgün şəkildə qiymətləndirməkdir. Bu nəyə gətirib çıxarır?
növbəti bir faktoloji bir hadisəni ifadə edeyim. Bir gün Almaniyada konferansdaydım. Xərçəng hüceyrələri üzərində işləyən bir tədqiqatçı. Buna dedim ki, siz nə əcəb həkim olmamısınız? Mənim ixtisasım biologiyadır. Ona soruşdum, siz niyə həkim olmamısınız? Yalnızca tədqiqatçı olaraq. Adam mənə bir dənə çox gözəl bir cavab verdi. Dedi ki, Eşad müəllim, mən hal-hazırda xərçəng hüceyrələri üstündə işləyirəm və mən burada o xərçəngin müalicəsinə faydalı və effektiv olacaq dərmanımı kim tətbiq edəcək? Dedim, həkimlər. Demək ki, mən onlardan üstünəm cavabını verdim. Bugün biz məhz o nöqtədə irəliləməliyik ki, ən yaxşı ixtisas ballar ki var, qaldırırlar. Məsələn, həkim balı yüksəkdir, məsələn, tibb ixtisaslarının və yaxud da hüququn. Amma baxmaq lazımdır, hüququn özünə görə yeri var, mühəndisliyin özünə görə. Məhz bu süni bir təşviq var ki, biz bala baxıb ixtisas seçirik, şəxsə baxıb ixtisas seçmirik. Biz şagirdlərimizi onların xarakterlərinə və ixtisaslarına uyğun, fıtratlarına uyğun yönləndirməliyik ki, qiymətləndirməni də bu formada qoymalıyıq ki, onlar o istiqamətdə uğurlu olsunlar. Yəni ki, sizin də diqqətinizin mərkəzindədir, getdikcə peşə ixtisasları önə çıxmağa başlayır. Və o istiqamətdə dövlətin ciddi strateji addımları var. Bu o deməkdir ki, yavaş-yavaş o bayaqki motoristlərimiz, dərziçilərimiz və ona uyğun olan digər ixtisas sahiblərinin sağlam şəkildə təhsillə təmin olub, sağlam, savadlı mütəxəssis olmasını ortaya qoymaqdır. O nöqteyi nəzərdən qiymətləndirmə önəmlidir. Bu da, indi biraz öncə dediniz ki, bugünkü yetərlidirmi və yetərsizdir? O suala cavab belə ifadə edərdim ki, hər bir yaxşı kitab öz dövrü üçün effektiv nəticəsi var. Ondan sonraki dövr üçün effektiv olmaya da bilər. Bugün real olaraq bizim ən uğurlu imtahan modelimiz budur. Amma sabah üçün uğurludurmu? Bu təzədən müzakirə oluna bilər. Ona görə bunun müzakirəsi burada gedir ki, biz sabah üçün, sabahın tələbinə uyğun imtahan modellərini ortaya qoymalıyıq ki, biz sağlam fərd seçə bilək. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Eşad müəllim, çox təşəkkür edirəm. Vaxta baxıram, bizim cəmi 9 dəqiqəmiz qalıbdır və maraqlı bir sualımız var. Mən istəyərdim ki, auditoriyanın suallarına keçək və elə başa düşdüm ki, bu sualımız hər 3 spikerə ünvanlanıbdır. Günümüzdə çox danışdığımız, çox müzakirə elədiyimiz süni intellekt mövzusuna həsr olunubdur. Xahiş eləyəcəm ki, növbəli şəkildə cavablandırasınız. Süni intellekt texnologiyalarının təhsildə qiymətləndirmə sistemlərinə inteqrasiyası gələcəkdə hansı imkanları yarada bilər və eyni zamanda bu proses hansı risklərlə müşayiət oluna bilər? Gələcəklə bax sizə fürsət. Risklər yoxsa fürsətlər? Gəlin hər ikisinə nəzər salaq istərsəniz. Hansı imkanları yaradacaq və eyni zamanda da hansı risklərlə müşayiət olunacaq? Mən elə gəlir ki, bu süni zəka hələ o qədər də zəki deyil. Çünki mənanı, o mahiyyəti verə bilmir. Məsələn, tərcümə verəndə ki, out of sight, out of mind, yəni o bir deyim var, deyir, gözdən uzaq, könüldən iraq. Onu süni tərcüməçi, o avtomat bot görünməz dəli kimi tərcümə eləyir. Yəni o insan düşüncələrindən və ya Finlandiyada bir psixoloq vardı, o tədqiqat aparmışdı. Soruşurdu ki, süni zəkadan Fransın oğlunun atasının adı nədir? Belə suallar və məlum olmuş ki, o süni zəka insan psixologiyasının, insan münasibətlərinin incəliyinə girə bilmir. O sadəcə faktoloji, böyük həcmdə faktoloji bilikləri yaxşı təhlil eləyə bilir. Ona görə mən düşünürəm ki, o çox yaxşı bir vasitəçi ola bilər, amma heç vaxtı bir imtahan mütəxəssisinin yerini ala bilməz. Məsələn, meyarlar hazırlananda açıq suallar üçün orada bir neçə variantlar olur. Yəni, açıq tipli sualları vahid çərçivədən qiymətləndirmək olunur. Və bunu indi biz beynəlxalq imtahanları keçirəndə həmin imtahan kağızları gedir İngiltərəyə, orada real insanlar bunu yoxlayır. May ayında gedən kağızların cavabı avqustda açıqlanır. Və ola bilsin ki, bəzən biz də şagirdlər adına etiraz edirik və bizə elə gəlir ki, orada düzgün dəyərləndirilməyib. Etirazlar irəli sürülür ki, düzgün ölçülməyib, düzgün qiymətləndirməyib. Xüsusilə o qrafiklərdə, diaqramlarda insanın bu xətt düzgün çəkilib, yoxsa əyri çəkilib kimi problemlər yaranır. Orada çox vaxtı görürsünüz ki, biz subyektiv olduğunu düşünməyə başlayırıq. O baxımdan insan da yorulur, gün ərzində yüzlərlə kağızı yoxladıqca diqqəti dağılmağa başlayır, bezgin, yox, skolastik doyum deyilən bir məsələ var da, avtomatlaşır artıq,
incəliklərə baxmısa. Mənə elə gəlir ki, süni intellektin o sahədə tətbiqi, o meyarların onun yaddaşına köçürülməsi o daha sürətlə və daha obyektiv qiymətləndirə bilər. Yəni, insanın o diqqət dağılmamağı, yorğunluğun olmamağı süni zəkada var. Amma o insan psixologiyasının incəliklərinə görə qiymətləndirmək, o düşünmürəm ki, yaxın bir 10 ildən mümkün olacaq. Aydındır. Çox sağ olun mövqeyinizi bildirdiyiniz üçün. Buyurun. Deməli, mən sağ olsun Yalçın mənim geniş yanaşma ilə təqdimat elədi. Amma mən bir dənə belə bir şey diqqətinizi çəkim. Bu 2009-cu ildə 9-cu deyə bir animasiya çıxdı. Həmin animasiyanın film başlayan kimi ilk cümləsi buydu. Texnologiyanın kör-körənə təqib edə öz qiyamətimizi yaxınlaşdırdıq. Əgər biz süni intellekti o aspektdən istifadə edəcəksə, fəlakətdir. Amma yox, müəyyən işlərimizin görülməsi və asanlaşdırılmasına tətbiq edəcəksə, bu qazancdır. Yəni, baxış tərəfim budur. Etiraz etmirəm, istifadəlilik mexanizmini düşünməyi deyirəm. Təşəkkür edirik. Aslında mən də Şəfqəm fikrinə razıyam. Bu günlərdə mənə bir müəllimlərimizdən biri bir imtahan sistemi haqqında bir şey göndərmişdi və mən gördüm ki, orada bizim müəllimlərin YouTube'da çəkdiyi videoların əvəzinə adamlar sualların cavabını süni intellektdən istəyirlər, oradan alırlar və o cavablandırılır. Bunun nə qədər yaxşı olduğunu dəyərləndirmək üçün mən də götürdüm, Zəkaya 2 dənə sual verdim. Əvvəl bir kvadrat təlim verdim, bunu işlə. O da elədi, qəşəng bir cavab verdi. Sonra bir integral verdim, onu səhv elədim. Görünür ki, bu hələ sonuna qədər müəllim dediyi kimi tam təkmilləşməyibdir. Məsələn, siz kompüterlə oynayan şahmatçılar bilirsiniz. Kompüter, nə bilim mən, artırırlar əməliyyat sayını milyon, milyardım nəsə. Amma yeni bir şahmatçı çıxır ki, ona qalib gəlir. Sonunda bir şahmatçı o bilgisayarı qalib gəlir. Sonunda, amma bu qaçılmazdı mı? Qaçılmazdı. Bəlkə də qarşıdakı illərdə hansısa variantda biz də buna istifadə edəcəyik. Buna istifadə etməyəcək. İnkar etməyin yeri yoxdur yəni. Hətta mən bayaq müəllimlərin bir yanı deyəndə ki, Türkiyədə bir universitetdə mən gördüm, Top Üniversitəsində artıq süni zəka mühəndisliyi fakültəsi var. Yəni bu bölmə tələbələr alırlar, bunlar dərs keçirlər. Onlara bizim müəllim yoldaş dedi ki, sən elə biraz gec məlumat almışsan, birinci o mühəndislik fakültəsi süni zəka mühəndisliyi Hacətəpədə açılmış. Yəni artıq bu dünya bu yolda gedir, bu texnologiyadır. Bundan imtina etmə və inkar etməyin əvəzinə Eşət mənim dediyi kimi onu özümüzə uyğun bir şəkildə istifadə edebilsək daha yaxşı olar. Buyurun. Fariz Əliyeva bu maraqlı sual üçün təşəkkürümüzü bildiririk. Növbəti sual Agil Kərimovdan gəlib. Xüsusi istedadlı uşaqların buraxılış imtahanlarındakı balları nə dərəcədə önəmlidir? Və qeyd edeyim ki, Yalçın müəllim, bu sual xüsusi olaraq sizə ünvanlanıbdır. Bəzən buna görə bir çox istedadlı uşaqlar konservatoriya və digər ali ocaqlardan uzaq qalır, hansı ki, bəlkə də gələcəyin niyaziləri və ya qara evləri ola bilərlər. Açığı o suala tam əhatəli... Mən cavab verə bilərəm. Mən bir sadəcə fikrimdeyim, sonra siz, çünki mən belə başa düşdüm ki, siz qabiliyyət imtahanına girəcək şagirdlərin fən imtahanlarına girməyi... Buraxılış imtahanları, balları nə dərəcə önəmlidir? Mən uşaqlarla çox danışıram, yaxın tanıdığım şagirdlərlə. Bizim indiki imtahan o uşaqları, əksəriyyətini bir 10% uşağı çox sıxır. Misal üçün, düstur əzbərləyə bilməyən, tez-tez texniki səhv eləyən şagirdlər var. Hər dəfə eyni tip səhvləri eləyirlər. Yəni, elə uşaqlar var ki, o uşaqlar çox ciddi şəkildə fokuslana bilmirlər. Yəni 15-20 dəqiqə bir məsələyə fokuslanıb səhv eləmədən onu həll eləsinlər. Belə şagirdlər də var, belə olmayan şagirdlər də var. O fokuslana bilməyən, tez-tez mexaniki səhv eləyən şagirdlər əslində yaradıcı şagirdlərdir. Mən onlarla danışıram, görürəm ki, onlar yarım saat məsələn kosmik tədqiqatların gələcəyindən öz mülahizələrini irəli sürə bilirlər. Amma bir düstur əzbərləyib, onu bir mexaniki, orada bir koordinat oxu verib, cisim gəldi, onun proyeksiyası, T-dən asıllığı, o suallar onları sıxır. Ona görə ola bilsin ki, bu imtahanları biraz diversifikasiya eləyəndə sualları, həmin o istedadlı şagirdlərin də orada özünü göstərmək, onların da dezavantajlı vəziyyətə düşməmək üçün müəyyən nüanslar nəzərə alınmalıdır. Məsələn, beynəlxalq imtahanlarda bir sual olur həmişə.
ulduzlu sual. İndi biz o ulduzlu sualı görəndə çox çətin bir sual gözləyirik. Amma əslində o sual ən asan suala onlar ulduz qoyur və 6 bal verir. Məsələn, sual belədir. Elektrik motorunun iş prinsipini izah elə. Ən sadə, yəni elə bil ki, 5-ci sinif şagirdinə ən sadə, heç bir əhəmiyyətli. Yəni, hər imtahanda belə bir sual olur ki, onlar prosesi nə qədər sadə şəkillərdən, detallardan arındırılmış şəkildə anlasınlar. Bəzi şagirdlər də detallara boğanda onlar tez-tez səhvlər eləməyə başlayırlar. Mən elə gəlir ki, gələcək qiymətləndirmədə bunlar da nəzərə alınmalıdır ki, çox yaxşı konsentrasiya ola bilməyən, amma yaradıcı düşünən şagirdlər çox avantajlı və dezavantajlı vəziyyətə düşməsinlər. Bir balaca sizdə əlavə eləmək istəyirəm. Əslində bu xüsusi istedadlı uşaqlar deyəndə bir də özümüz bu məsələyə Dövlət İmtahan Mərkəzinin prizmasından baxaq. Uşağın xüsusi istedadlı olduğunu müəyyənləşdirməyin yolu nədir? Deyək ki, bu ilə qədər yollardan biri bu olar ki, beynəlxalq və yerli olimpiyatların qalibi olar, hansı yarışmaların qalibi olar və zaten bu qalib olan şagirdlər universitetə qəbul imkanı vermədən qəbul olunurlar. Respublika Fen Olimpiyadasının qalibləri olsun, 1-2-3 yerləri tutanlar, beynəlxalq olimpiyatların konkret orada adlı siyah var, hansı olimpiyadaların qalibləri, hansı musiqi yarışmaların qalibləri. Yəni, prinsipcə bu var. Hətta mənim 9-cu sinifdən sözlə qüvvət, yəni 9-cu sinifdə belə şagird Respublika Olimpiyadasında yer tutarsa, o istədiyi universitetin o istiqamətə uyğun fakültəsində. Uyğun fakültəsində. Amma burada siz deyirsiniz ki, sizə görə çox istedadlı görünən, çox bacarıqlı görünən, amma bu yarışmalarda deyilsə, orada qalib deyilsə, indi bu dəfə demin prizmasından baxaq. Biz necə deyək ki, bu ən istedadlı şagird və biz bunu bir şəkildə qəbul edək. Mənə gəlir ki, bunun ötürü artıq yollar var və biz biləndə ki, çox istedadlıyıq və deyək ki, dərsdə oxumaq da istəmirik, belə düşünək. O zaman biz nə edəcəyik? Biz elə 6-cı, 7-ci, 8-ci siniflərdən o yarışmalara qatılacaq, onların qalibi olacaq ki, biz də imtahan salsınlar. Bu idmançılara aiddir, qabiliyyət tələb edən bütün ixtisaslara aiddir, bu konkret texniki fən olanlara aiddir, bu mən bilən Azərbaycan dili filan bu fənlərdən olan olimpiyada qaliblərinə aiddir ki, bunlara əgər mən tarixdən olimpiyada qalibi olduğum üçün hüquq fakültəsini qazanmaq istəyirəm desələr, deyirlər ki, olmaz. Amma sən tarix müəllim olmaq istəyirsə, qapılar açıqdır. Bu şəkildədir. Yəni, mən bildiyimə görə hal-hazırda belədir bu. Amma o qiymətləndirmədə yenə problemlər var. Ümumiyyətlə, dünyada qiymətləndirmədə problem var. İdeal bir qiymətləndirmə ilə tapılmayıb. İndi istedadlı uşaqlar deyəndə olimpiyadada yer tutub və ya çox yaxşı musiqi istedadı var. Onlar qabiliyyət imtahanı verib qəbul ola bilirlər. Amma bir də o orta məktəbin 10% istedadlı şagirdləri var ki, onları ayrı eləyib seçəcək bir mexanizm yoxdur. Onun qərbdə dedilər ki, bir portfolio sistemi gətirək. İl ərzində onların cavabları, hazırladıqları demonstrasiyalar, prezentasiyalar, portfolio yığılsın. Onun əsasında qiymətləndirək. Çünki belə şagirdləri ilin bir günündə 1 saatlıq bir imtahana gətirib onların qabiliyyətini ölçmək olmur, alınmır. Onlar dezavantajlı vəziyyətə düşür. Amma o məsələni də həll edə bilmədilər. Çünki portfolio məsələsi də çox mürəkkəbdir və işin içindən çıxa bilmədilər. Deyəsən, onu da tərk edirlər yavaş-yavaş. Agil müəllimə bir daha təşəkkürümüzü bildiririk maraqlı sual üçün. Biz sualları QR kodu skan eləyib göndərməklə planşetdən oxuyuruq. Amma bir istisna eləyəcəyik. Əli müəllim, siz sual yazdınız, xahiş elədiniz ki, biz bu sualı səsləndirək. Bu sual İlqar müəllim sizə ünvanlanıbdır. Uyğunluq testinin qiymətləndirilməsi qaydası ilə razısınızmı? Bu yöndə yeni yanaşmanız varmı? Əslində, mən elə çıxış elədim ki, mən buna razı deyiləm. Niyə razı deyiləm? Çünki uyğunluq sualı faktiki olaraq bir sual deyil. Faktiki olaraq bir sual deyil. Biz sizinlə birlikdə test tərtib edərkən maksimum variantların sayını azaltmağa çalışırıq. Biz çalışırıq ki, məsələn, riyazi olaraq deyirəm, tutaq ki, biz bir funksiyadan sual vermişiksə, 3 müxtəlif aspektə funksiya qoymayaq, eyni tipli 3 funksiya qoyaq ki, şagird bir yöndə düşünsün burada, 3 sual bir suala insin. Amma nə edəsəkdə bunun o bətlərini yerləşdirəndə ən azı 2 faktoru qoymaq məcburiyyətində qalırıq. Və bu yenə də bir sual deyil, bu ən azı 4-5 sualdır. Və mənə qalırsa, uyğunluq sualı yazı tələb edən suallar kimi
en azı 3 ballıq kontekstdən yoxlanmalıdır və mümkün olan seçimlərin içərisində diyelim ki, hamısında doğru taban tam balısa en az ikisini tabanda müəyyən bir balı alması lazımdır. Mən belə düşünürəm en azından. Mən onu demiştim Əlim. Əlim elə bu şəkilde dedim ki, uyğunluq suallarının qapalı suallarla eyni tərəziyə qoyulması doğru değil. Qətiyyən doğru değil ama sizden biz bir yerde illərdir ki bunu səsləndirdik ama elə də bu dəyişməyibdir. Neynək, belədir də durum. Yəni ki, bunun bir səbəbləri var. Buyurun, Tuğhan. Təşəkkür edirəm hər birinizə. Biz əslində mövcud qiymətləndirmə sistemi detallı formada müzakirə elədik. Gələcəyə də toxunduq, amma vaxtımız artıq bitmək üzrədir. Mən istəyərdim hər birinizdən qısaca gələcək üçün tövsiyələr alım. Bizi gələcəkdə, gələcək dedikdə yaxın 3-5 ildə hansı dəyişikliklər gözləyir qiymətləndirmə nöqteyi nəzərindən və bu dəyişikliklər müxtəlif təhsil prosesində iştirak edən şəxslər üçün, qurumlar üçün nə deməkdir, onlara necə təsir eləyəcək? Burada şagirdlər var, müəllimlər var, tədris mərkəzləri var. Buyurun. Elşad müəllim, istərsəniz sizdən başlayaq. Şagird perspektivindən, müəllim perspektivindən, valideyn perspektivindən necə bu dəyişikliklərə hazırlaşmalıdırlar və ümumilikdə dəyişiklikləri, əsas dəyişiklikləri nədə görürsünüz? Çox sağ olun. Bugün mənim üçün olan ən ağır sual oldu bu. Həm valideyn gözü ilə məsələyə baxmaq, həm müəllim gözü ilə, həm də şagird aspektindən. Çünki insan həmişə ömrün sonuna qədər şagird makamındadır, belə deyək. Çünki insan öyrənən tərəfdə həmişə. Yəni, öyrənmə heç vaxt bitmir. Qəbrə qədər öyrənirik. Yəni, ona görə o aspektdən təhlil edirəm. Bizə baxan tərəf nədir? Normalda belə bir şey var. Qaranlığı söyləyəcəyinə bir şam yandır. Bu birinci məsələ. Çalışaq ki, balaca bir şam yandırmağa başlayaq. 2. Elmdə və təhsildə egoist və qısqanc olmamaq lazımdır. Deyir, bir şam özündən başqa şamlar yandırarkən özündən heç bir şey itirmir. Daha da otağın işıqlanmasına vəsilə olur. Bu nöqtədə biz rəqabətdə bildiyimi gizlədərək yox, bildiyimi qarşıdakına verərək, sonra daha yaxşı biliklər öyrənmək üçün yola çıxmağı tərcih eləməliyik ki, həm özümüz inkişaf edək, həm də ətrafımızdakiler inkişaf eləsin. Əgər biz informasiyanın sirrini özümüzdə saxlaya-saxlaya getsək, müəyyən dövr biz heç vaxt irəli gedə bilməyəcəyik, çünki hələ ki mən ondan qabaqdayam. Yarış atlarının qaça bilməsinin səbəbi onlardan öndə qaçan atlar var. Ona görədir. O onu keçəndən sonra qaçmağa başlamır. Başlayır yarışmağa, dayanmağa. O zaman yarış atını sürən fərd qamçısından istifadə etməyə başlayır. Hədəf olur. Ona görə mən elm camiasına, ictimaiyyətinə birinci növbədə bunu xahiş eləyərdim ki, övladlarımızı və şagirdlərimizi və yaxud da bayaqları müəllim dediyi kimi müştərilərimizi o nöqteyi nəzərdən təhlil etsək, öyrətməli ki, şagirdlərimiz bir-birlərlə nifrət edərək yarışmasınlar, paylaşaraq yarışsınlar. O zaman həm cəmiyyətin sosial tərəfi sağlam formalaşmış olacaq, həm də cəmiyyətimiz sağlam olmuş olacaq. Sağlam cəmiyyətin təməli məktəbdə və təhsil ocağındadır. Ocaq sözü sadə bir söz deyil, isimlə mənbəyidir. Ona görə də biz burada vasitəçi olaraq ən sağlam addımları atmalıyıq. Bura gələn hər kəsə xüsusi təşəkkür edirəm. Mən dinlədiklərinə görə təşəkkür edirəm. Bizi dəvət etdiyinizə görə təşəkkür edirəm. Mən düşünürəm ki, gözəl işlərə imza atacağıq. Hər birinizə təşəkkür və uğurlar. Çox sağ olun. Yalçın müəllim, istədim siz də bu fikrinizi paylaşasınız. Beynəlxalq qiymətləndirmə üzrə beynəlxalq qiymətləndirmədə ola bilsin ki, yaxşı bir xəbər oldu. Çünki indi bu fMRI deyilən functional magnetic resonance tomografiya istifadə edirlər qiymətləndirmədə. İlk başda çox absurd görünür, amma necə istifadə edirlər? Bunlar bu fMRI getdikcə çox inkişaf eləyir. Beynin ən kiçik, artıq 1 millimetrdə baş verən prosesləri belə analiz eləyə bilir. Bu beyin aktivitələrindən istifadə eləyərək sual tiplərini çeşidləndirməyə çalışırlar ki, məsələn, bir sualın şagird həll eləməyə çalışanda həqiqətən beynin riyaziyyat bölgəsi aktivləşibsə, fəaliyyət orada gedirsə, deməli bu sual doğrudan da riyaziyyat biliyini ölçür. Bu şəkildə bir tədqiqata başlayıblar. İndi problem ondadır ki, çoxlu data lazımdır. Dünyada böyük mərkəzlərə xəbər göndəriblər. Bu dataların hamısı gedir İngiltərəyə. Orada
belə bir obyektivlik standartı gətirməyə çalışırlar. Mən ikinci məsələ onu demək istəyirəm ki, bizim məsələn riyaziyyatda mən müşahidə eləmişəm, fizikada müşahidə eləmişəm. Şagirdlərimizin əsas çətinliklərindən biri, xüsusilə mən bunu riyaziyyatda müşahidə elədim. Bir məsələni həll edə bilməyəndə daha çox bilgisizlikdən yox, o məsələni başa düşmədikləri üçün həll edə bilmirlər. Yəni məsələni oxuyur şərtini, Azərbaycan dilindədir, amma tam başa düşmür ki, ondan nə istənilir. Və ona görə də həll edə bilmir. Başa düşdüyü anda demək olar ki, 70-80% məsələni həll edir. Ona görə biz əgər gələcəkdə konseptual biliyi də ölçməyə başlayacaqsa, elmi mühakimə, elm savadı, bu zaman şagirdlərin oxuyub anlama bacarıqları əhəmiyyət qazanır. Şagirdlər, çünki məsələn fizikada baxırsınız, qrafik var, düstur var və onun izahı var. O izah hissəsi konseptual hissədir. Şagird onu oxuyub anlamaq üçün və o şəkildə izah yazmaq üçün öz ana dilində çox yaxşı oxuyub anlama bacarığını inkişaf elətdirməlidir. Buna görə şagirdlərinizə həmişə elmi kütləvi kitablar oxumağı tövsiyə edin. Biz ona görə fizika dərsliklərinə hər bölmənin axırına kiçik-kiçik oxuma mətnləri qoyduq ki, yavaş-yavaş bu bir vərdişə gəlsin. Elm tarixindən, təbiətdən, mədəniyyətdən, idmandan oxuma parçaları olsun ki, bunu kurslarda dərs dediyiniz şagirdlərə də belə esse kimi verə bilərsiniz. Getdikcə onların təfəkkürü inkişaf eləyəcək, abstrakt mühakimə üsulu və onlar məsələləri daha yaxşı həll eləməyə başlayacaqlar. Burada əsas məsuliyyət düşəcək müəllimlərin üstə, çünki valideyn müəllimə etimad eləyir, deyir, müəllim, siz necə deyirsiniz, elə eləyək, siz nə bilirsiniz, o doğrudur. Şagird də müəllim ona nə deyirsə, necə yönləndirirsə, o cür hazırlaşacaq. Ona görə birinci növbədə müəllimlər məsələnin mahiyyətini düzgün təhlil edib anlamalıdırlar ki, cəmiyyəti də düzgün istiqamətləndirsinlər. Təşəkkür edirik, Yalçın müəllim. İlqar müəllim, burada əyləşən qonaqların əksəriyyəti tədris mərkəzlərini təmsil edirlər və yəqin onlar da sizdən gözləyirlər ki, çox praktiki, çox spesifik bir tövsiyə verəsiniz ki, yaxşı, bəs bizə necə təsir eləyəcək, biz necə uyğunlaşaq, nədən başlayaq? Bu dəfə müstəqil qiymətləndirmə mərkəzi rəhbər kimi cavab verirəm. Yalçın müəllim, hansı yeniliyi gətirirsə gətirin, problem deyil. Bizə biraz qabaqcadan məlumat verin. Heç bir sıxıntı yoxdur. Hansı üsulam, hansı imtihanı keçirmək istəyirsə bizə deyin, gələcəkdə. Biz onu mütləq ən yaxşı şəkildə tətbiq edəcəyik. Mən o birinci çıxışımda dediyim bir cümlə vardı. Birləşən fikirlər sistem yaradır, birləşən əllər həll yaradır. Bizim burada birləşən əllərimiz var. Siz bizə biraz qabaqdan deyin, biz məlumatı bu adamların hamısını dərhal keçirəcəyik. Siz imtihanı keçirməyə başlayanda bizim uşaqlarımız artıq hazır olacaqlar o imtihanı verməyə. Yəni, mən sizin hər birinizə təşəkkür edirəm, iştirak edədiyiniz üçün, gəldiyiniz üçün. İndi biz herhalde bu hissəni yəni ki, bitirmək üzrə düşünürəm. Bundan sonra sizə bir təşəkkür etmə imkanım olacaq, onu bilmirəm. Bəlkə də aparıcı sonunda bir söz versə, yəni təşəkkür edirəm. Amma əsas odur ki, mən düşünürəm ki, qarşıdakı dövrdə imtahan sisteminin, imtahan suallarının nə olmasından, necə olmasından asılı olmayaraq biz birlikdə bu imtahanları ən yüksək və yaxşı şəkildə keçirə biləcəyik. Hər birinizə təşəkkür edirəm. Mən sonda üzümü bizim qonaqlara tutub söyləmək istəyirdim ki, suallar göndərdiniz. Çox təşəkkür edirik ki, bizimlə fikirlərinizi paylaşdınız. Çox əfsuslar olsun ki, bizə ayrılmış vaxt ərzində biz bütün sualları səsləndirə bilmədik. Amma tədbirin sonunda bizim spikerlərə yaxınlaşa bilərsiniz və suallarınızı ünvanlandıra bilərsiniz. Varmı? Gəlib mi bura? Yoxsa? Bir dənə sual vermək istəyir. Buyurun. İlk növbədə söz hüququ verildiyi üçün təşəkkür edirəm və tədbirin təşkilində böyük rol olduğu üçün İlqar müəllim sizə xüsusi olaraq minnətdarlığımı bildirirəm. Bu gün həqiqətən də çox maraqlı bir gün oldu. Amma mən biraz səhətimlə bağlı biraz narahatçılıq keçirdim deyə bu məndən qaynaqlanan bir narahatçılıq idi. Axırıncı səsləndirilən mövzu ilə bağlı münasibət bildirməyi özümə biraz borc bildim. Çünki mən də müəlliməm, belə mövzularda kənarda qala bilmirəm, özümdən asıl deyil. Qiymətləndirmə məsələsi çox mühüm bir məsələdir. Şagirdlərin ali məktəbləri istiqamətində qiymətləndirilməsi məsələsini elə bilirəm ki, MQM kifayət qədər məsuliyyətlə tam şəkildə həyata keçirə bilir. Amma məktəbdə ümumi şəkildə şagirdlərin
qiymətləndirilməsi, qabiliyyətlərin qiymətləndirilməsi bir ümumiyyətlə tamam başqa bir mövzudur. Məktəb ümumiyyətlə nəyi tədris edirsə, onu qiymətləndirir. Biz onun gələcəkdə hansı istiqamətdə yönələcəyi sahələri qiymətləndirməyi məktəbin üzərinə buraxa bilmirik qətiyyən. Təbii ki, məktəb tarix öyrədir, onun tarixlə bağlı biliyini qiymətləndirir. Riyaziyyat öyrədir, riyaziyyatla bağlı biliyini qiymətləndirir. Və məktəb üçün qabiliyyətli şagird bəli, riyaziyyatı bilən, tarix bilən, ədəbiyyatı bilən şagirdlərdir. Və gələcəkdə müəyyən bir sistemdə, təhsil sistemində dəyişikliklər olarsa, deyək ki, təmayülləşmə tam şəkildə həyata keçirilərsə, məsələn, Sinqapur təhsil sistemindən bəzən danışılır, hansı ki, 4-cü sinifdən təmayülləşmə prosesi gedir. Və belə olarsa, o zaman elə bilirəm ki, istiqamətlər ayrılar. Peşə istiqamətində qabiliyyəti olan şagirdlərimiz, övladlarımız o istiqamətdə öz qabiliyyətlərini daha da təkmilləşdirərlər. Elə bilirəm, o zaman hər şey, hər kəs öz yerinə oturmuş olar. Gələcəyin yaxşı bir motoristi oxuyub ali məktəbə qəbul olmaq zorunda qalmaz analarının, atalarının məcburiyyəti ilə, müəllimlərinin təsiri ilə. Və hər kəs, hər şey öz yerində olanda daha gözəldir. Bəli, bizim motoristə də ehtiyacımız olur, ayaqqabı tikənə də ehtiyacımız olur. Bəzi onların qapısında növbədə dururuq, tamamilə doğrudur bu. Və hər birisi bizim öz övladımızdır. Biz ilk növbədə çalışmalıyıq ki, yaxşı adam olaq, yaxşı təhsil verək, gözəl işlər görək. Təşəkkür edirəm, hər birinizə minnətdarım bir daha. O zaman bu bir sual değildi, değil mi? Münasibət bildirdiniz. Teşekkür edirik ki, fikrinizi bizden paylaştınız. Ben de her birinize bir daha teşekkürümü bildirdim. Sizə təşəkkür edirik. Çox sağ olun. Turan xanım və dəyərli spikerlərimizi alqışlarla öz təşəkkürümüzü çatdırırıq. Buyurub əyləşə bilərsiniz və bizim forumumuz başa çatmır. Niyə? Çünki sonda söz verdiyimiz sertifikatların təqdim olunma mərhələsinə keçəcəyik. Bir daha vurğulayaq ki, bu sertifikatlar öncədən MQM ilə bağlanan müqavilə əsasında sizə təqdim olunacaq sertifikatlardır və bu sertifikatlarla siz rəsmi olaraq sınaq imtahanlarını keçirmə hüququna malik olacaqsınız. Burada siyahımıza əsasən biz həm müxtəlif tədris mərkəzlərinə və fərdlərə bu sertifikatların təqdim olunması prosesinə şahidlik edəcəyik. Beləliklə, adları sadalanan şəxslərdən rica edəcəyik ki, onlar səhnəyə buyuracaqlar və biz onların hər birinə sertifikatları təqdim edəcəyik. Sayımız çoxdur, mərhələli şəkildə biz çalışacağıq ki, hər birinizi söhbət sertifikat təqdim olunacaq şəxslərdən gedir, səhnəyə dəvət edək. Beləliklə, həm ad soyadları və tədris mərkəzlərinin adları qeyd olunacaq. Kazım Balakişiyev, Akademiks Tədris Mərkəzi, Xəqani Vahabzadə, Ağdaş Hazırlıq Mərkəzi, Kazım Nəsirli, Akademik İnkişaf Mərkəzi, Ayna Sultanova filialı, Seymur Hüseynov Aksiyon Kursları, Rüstəm Fətullayev, Aspirans Tədris Mərkəzi, Şəlalə Cavadova Atilla Akademi, Bünyad Balakişiyev Bani Seminariyası, Sənan Kərimov Beyləqan İmtahan Mərkəzi, Xalid Qədirov Bərdə və Tərtər Hazırlıq Kursları, Murad Bayramov Bay Murad Akademi. Hər biri məhz adları sadalanan tədris mərkəzlərinin rəhbərləridir. Buyurun mərkəzə zəhmət olmasa, xahiş edirik. Buyurub keçə bilərsiniz ora. Və sertifikatları təqdim etmək üçün biz rica edəcəyik ki, hörmətli İlqar müəllim səhnəyə buyursun. Müstəqil qiymətləndirmə mərkəzinin rəhbəri İlqar müəllimdən rica edirik ki, sertifikatların təqdim olunma mərasimində bizdən bərabər olsun. Beləliklə, onların hər birinə sertifikatlar təqdim olunacaq. Bir qədər sol hissəyə keçək zəhmət olmasa. Bir daha vurğulayaq ki, hazırda biz bu sertifikatları adları qeyd olunan tədris mərkəzlərinə, hazırlıq kurslarına təqdim edirik. Onlar kurs olaraq, tədris mərkəzi olaraq bundan sonra rəsmi olaraq MQM-in sertifikatı ilə təltif olunurlar və beləliklə onlar rəsmi sınaq imtahanlarının keçirilməsi hüququna malik olurlar. Bu bir uğur kimi dəyərləndirilə bilər. Niyə? Çünki sizin tədris mərkəzlərində və yaxud hazırlıq kurslarınızda olan şagirdlər artıq bu sınaq imtahanlarından
çox rahatlıqla yararlana biləcəklər. Ümidvarıq ki, onlar üçün də maksimum dərəcədə faydalı olacaq. Çünki sınaq müəyyən qədər artıq növbəti mərhələyə hazırlıq deməkdir. Bizlə əməkdaşlığa görə həm sizə təşəkkür edirik, həm də gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzuluyuruq. İnanırıq ki, bu sertifikatın verdiyi hüquq nəticəsində sizin şagirdlərə, təhsil alanlara töhfələriniz böyük olacaq. Bir daha hər birinizi təbrik edirik. Və bir xatirə şəkildə çəkdirəcəyik kollektiv olaraq. İlqar müəllim də bizlə bərabərdir. Təntənəli musiqi sədalarını azaltmırıq, çünki bu bir sertifikatların təqdim olunma mərhələsidir və bu mərasimə təntənəli şəkildə də hər birimiz şahidlik edirik. Bir daha hər birinizə uğurlar arzuluruq, bir kollektiv fotoda çəkirik, növbəti sertifikatları təqdim edəcəyik yardımla. Uğurlar arzuluruq hər birinizə fəaliyyətinizdə. İnanırıq ki, bundan sonra daha böyük fəaliyyətlərinizlə hər kəsə faydalı olacaqsınız. Bir daha təbrik edirik və alqış sədaları da sizindir. Buyurub əyləşə bilərsiniz. Növbəti sertifikatları təqdim edirik. Elnur Həsənov, Caroland Təhsil Mərkəzi, Nurlana İbadullayeva, Center Akademi, Tapdıq Quluzadə, Elnurun Tədris Mərkəzi, Diləfruz Məmmədova, Edikulum Tədris Mərkəzi, Pənah Pirəliyev, Edu Ekspert Tədris Mərkəzi, Teyyub Ağayev, Edu Star Akademi, Elnarə Beybalayeva, Efe kursları, Aygün Şabanova, Empati Tədris Mərkəzi, Ramal İsmailov, Epi Akademi, Namiq Süleymanov, ETA Akademi. Rica edəcəyik ki, hər birinizdən səhnəyə buyurasınız. Eyni qaydada sizə də sertifikat təqdim olunur. Bir daha vurğulayaq ki, bu öncədən bağlanan müqavilə əsasında sizə təqdim olunan rəsmi sertifikatlardır. Bundan sonra sizin də hazırlıq kurslarınız, tədris mərkəziniz rəsmi olaraq sınaq imtahanlarını keçirəcək. Və bu bir daha vurğulayaq ki, müstəqil qiymətləndirmə mərkəzi ilə əməkdaşlıq nəticəsində olan bir uğurlu işdir. Beləliklə, hər birinizə sertifikatlar təqdim olunur və biz də bu prosesə təntənəli şəkildə şahidlik edirik. Və bir daha İlqar müəllimdən də rica edəcəyik ki, səhnəyə buyursun, o kollektiv fotonun çəkilmə prosesində siz də iştirak edin. Çünki bu, növbəti işbirliyinin, növbəti bir uğurun təməlidir. Hər birinizə uğurlar arzuluyuruq. Ayrı-ayrılıqda alqış sədaları bizim tədris mərkəzinin rəhbərləri üçün gəlir. Amma indi isə rica edəcəyik ki, kollektiv olaraq hər biri üçün daha gür alqış səsləndirək və xatirə fotosu çəkək. Əməkdaşlığımız uğurlu olsun. Bundan sonra da inanırıq ki, daha böyük uğurlu layihələrə, uğurlu işlərə birlikdə imza atacağıq. Təşəkkür edirik və kollektiv bir foto çəkəcəyik, yaddaşıq edək. İllər sonra gözəl xatırlamaq üçün. İnanırıq ki, bu ən əsaslı şagirdlərimiz üçün, təhsil alanlar üçün ən faydalı bir iş birliyi olacaq. Təbrik edirik, alqışlayırıq və təşəkkür edirik hər birinizə. Buyurub əyləşə bilərsiniz. Növbəti sertifikatlarımız təqdim olunur. Fuad Cavadov,
Efes Repetitor Mərkəzi, Arzu Əliyeva, FZ Akademi, Cavid İsmailov, Gəncə Repetitor Mərkəzi, Tural İsmailov, Göranboy İmtahan Mərkəzi, həmçinin Naftalan İmtahan Mərkəzi, Türkan Mustafayeva, Harmoniya Tədris Mərkəzi, Ayşən Sadıqova, Hədəfim Təhsil Tədris Mərkəzi, Səbuhi Mehdiyev, Həyat Tədris Mərkəzi, İbrahim Osman Hilal Kursları, Elçin Behbudov, İlkin Akademi, Aygün Cəfərova, İmpuls Tədris Mərkəzinin Şəmkir filialı. Hər birinizi səhnəyə dəvət edirik. Buyurun və sevindirici bir haldır ki, bu əməkdaşlığımız yalnız paytaxtı əhatə edən tədris mərkəzləri ilə, hazırlıq kursları ilə kifayətlənmir. Həmçinin müxtəlif şəhər və regionlardan da bu əməkdaşlığa qoşulanlar var. Onların da hər birinə xüsusi təşəkkürümüzü bildiririk. Sizin də hər birinizə sertifikatlar təqdim olunur. Uğurlar arzuluyuruq hər birinizə. İnanırıq ki, bu əməkdaşlığımız faydalı olacaq, uğurlu olacaq və hər birinizə hazırda rəsmi olaraq sertifikatlar təqdim olunur. Və düşündük ki, belə bir əməkdaşlığımızı sonda elə forumumuzun sonunda xüsusi olaraq təntənəli bir mərasimlə qeyd edək. İnanırıq ki, forumumuz həm sizin üçün faydalı oldu və bu gələcək əməkdaşlığımız üçün yol açan bir istiqamətdir. Təbii ki, belə forumların çoxalması əməkdaşlığın və fəaliyyət istiqamətimizin genişlənməsi deməkdir. Hər biriniz üçün bir alqış səslənir, amma indi sonda rica edəcəyik ki, bir kollektiv alqış sədası eşidək. Və bu anı da xatirə fotosu ilə yaddaşa edirik. Kollektiv foto çəkirik, yaddaşa edək. İllər sonra gözəl xatırlamaq üçün inanırıq ki, belə əməkdaşlıqlar çox olacaq. Çünki hələ ki, elə şəhər və regionların adları da biz ekranda az öncə gördük ki, vakansiyalar var. Ona görə də bu əməkdaşlığa MQM hər zaman açıqdır. Yetər ki, siz təşəbbüs göstərəsiniz. Təşəkkür edirik və yola salırıq alqış sədaları ilə sizi də. Növbəti sertifikatlar təqdim olunur. Günel Aşırova, İnformatika Mərkəzi, Sumqayıt filialı. Səfira Mehdiyeva, Kainat Təhsil Mərkəzi, Nərimanov filialı. Elvin Ağayev, Kaspi Təhsil Mərkəzi, Lənkəran və Astara Hazırlıq Mərkəzi. Elnarə Allahyarova, Mələk Tədris Mərkəzi. Əlvi İbrahimov, Mətin Tədris Mərkəzi. Ceyhun Nuriyev, Nicat Təhsil Mərkəzi. Həsən Məmmədov, Niyal Kursları, İsmayılı Dövlət Peşə Təhsil Mərkəzi. Ceyhun Cəfərov, Nizami Tədris Mərkəzi. Xəqani Əsədov, Origin Akademi. Əhəd Sadıqov, Paradoks Tədris Mərkəzi. Hər birinizi səhnəyə dəvət edirik və sizə də bundan sonra rəsmi olaraq sınaq imtahanları keçirilməsinə dair sertifikat təqdim olunur. Sayımız çox olduğuna görə biz mərhələli şəkildə bu sertifikatları təqdim edirik və əlifba sırasını biz əsas tutaraq bu sertifikatlar bugün bu səhnədə tədris mərkəzlərinə, hazırlıq kurslarına təqdim olunur. İnanırıq ki, növbəti forumlarımızda, növbəti belə rəsmi sertifikatların təqdim olunmasında sayımız yenə artacaq. Çünki nə qədər çox olarıqsa bir o qədər çox şagirdə xitab etmiş olacaq və onlar da bu
sınaq imtahanlarından rəsmi olaraq yararlanmış olacaqlar. Uğurlar arzulayırıq hər birinizə və bir xatirə fotosu da sizinlə çəkirik. Bir daha təbrik edirik, işbirliyimiz uğurlu olsun. İnanırıq ki, bundan sonra ən yaxşı nəticələrlə şagirdlərimizə dəstək olmuş olacağıq. Təşəkkür edirik hər birinizə. Çox sağ olun, buyurub əyləşə bilərsiniz. Növbəti sertifikatlar təqdim olunur. Füzuli Ramazanov Potensial Tədris Mərkəzi, Eduqrata Tədris Mərkəzi, Rızaqulu Məmmədov Qarant Hazırlıq Mərkəzi, Babək şəhəri, Uşaq Musiqi Məktəbi, Naxçıvan şəhər Xidmət Səhmdar Cəmiyyəti, Vüsal Quliyev Globus kursları Neftçilər filialı, Elvin Qasımov Quality Education Akademi, Səbirə Məmmədova Riyaziyyat və İnformatika Akademiyası Sumqayıt filialı, Fəqan Daşdamirov Şabran Hazırlıq Mərkəzi, Həyat Hüseynova Şans Tədris Mərkəzi, Gültəkin Ağayeva Savalan Tədris Mərkəzi, Şəlalə İsmailova Şəhid Xəyyam Hüseynov adına Təhsil Mərkəzi, Vüsət Əzizov Silsilə Tədris Mərkəzi, Ariva Tədris Mərkəzi, Bakı Mühəndislik Universiteti. Hər birinizi səhnəyə dəvət edirik, növbəti sertifikatlar sizə təqdim olunacaq. Və məlumat üçün bildirək ki, bizlə həm tədris mərkəzləri, həm hazırlıq kursları və fərdi olaraq şəxslər də müqavilə bağlayaraq bu imtahanların keçirilməsinə dair rəsmi sertifikatı bizdən əldə edə bilərlər. Birazdan elə həmin fərdi şəxslərə də biz sertifikatları təqdim edəcəyik. Onlar da məhz bu sınaq imtahanların rəsmi olaraq keçirilməsinə dair MQM-dən bu sertifikatı əldə edirlər. Uğurlar arzulayırıq hər birinizə və sertifikatları təqdim etməkdə davam edirik. Yenidən İlqar müəllimdən rica edəcəyik ki, bu xatirə fotosunun çəkilməsində bizlə bərabər olsun. Təbrik edirik, xatirə fotosu çəkirik, alqışlarımızı onlardan da əsirgəmirik. Bir təbrik alqışıdır, bir gələcəyə dair uğur alqışıdır bu. Yetər ki, şagirdlərimiz ən yaxşılarına çevrilsinlər və öz bilik bacarıqlarını bu imtahanlarda layiqli şəkildə nümayiş etdirməyi bacarsınlar. Təşəkkür edirik, buyurub əyləşə bilərsiniz. Növbəti sertifikatlar təqdim olunur. Yeganə Salmanova, Sina Tədris Mərkəzi, Aynur Salmanova, Təbriz Tədris Mərkəzi, Aygün Əliyeva, Təhsil Axını Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Sevinç Kərimli, Turan Həsənli Akademi, Abbas Həsənov, Uğur Kursları Biləcəri Filialı, Vüsailə Bağırova, Uğur Tədris Mərkəzi Nəsimi rayonu, Coşqun Əsədov, Uğur Tədris Mərkəzi Sumqayıt şəhəri, Sənan Qurbani, Vinson Akademi, Etibar Mahmudov, Xəzər Müasir Tədris və İnkişaf Mərkəzi, Coşqun Süleymanov, Yeni Era Tədris Mərkəzi, Elnur Məmmədov,
Z Akademi, Zəka Evi Tədris Mərkəzi, Natiq Eyvazov Zərdabi Yolu Tədris Mərkəzi. Hər birinizi səhnəyə dəvət edirik, növbəti sertifikatlar sizə təqdim olunur. Təbrik edirik hər birinizi. Əməkdaşlığımız daimi olsun, daha geniş miqyası əhatə eləsin və hazırda sertifikatlar rəsmi olaraq sizə təqdim olunur. Bundan sonra siz MQM-in sizə təqdim etdiyi məhz bu rəsmi sertifikatlar əsasında rəsmi sınaq imtahanları keçirmək hüququna malik olacaqsınız. Təbrik edirik hər birinizi, uğurlar arzuluyuruq və sonda bir xatirə fotosu da çəkirik, yaddaşa həkk edirik gözəl xatırlamaq üçün. Buyurun İlqar müəllim. Xatirə fotosu çəkirik, uğurlar arzuluyuruq. İnanırıq ki, bundan sonraki fəaliyyətinizdə də elə şagirdlərinizin göstərdiyi nəticələrlə hər zaman qürur duyub ən yaxşı yerlərə layiq olacaqsınız. Təbrik edirik, alqışlarımızı sizdən də əsirgəmirik və uğurlar arzuluruq hər birinizə. Buyurub əyləşə bilərsiniz. Az öncə vurğuladıq ki, bu sertifikatları fərdi şəxslər də əldə edə bilirlər. Hazırda onlara bu sertifikatlar təqdim olunacaq. Ariz Abdullayev, Kimya Biologiya Təmayüllü Liseyi, Aytəkin Məhərrəmova, Füzuli Köhnə İnternat Məktəbi, İlqar Məhərrəmov, Hüseyin Arif Adnan Uşaq Musiqi Məktəbi, Kamal Quliyev, Prospekt Biznes Mərkəzi, Qabil Qasımov, Kompost Tədris Mərkəzi, Suğra Novruzova, Sual tərtibçiləri və yoxlamaçılar. Hər birinizi səhnəyə dəvət edirik və fərdi olaraq sizə bu sertifikatlar təqdim olunur. Siz də bundan sonra məhz Müstəqil Qiymətləndirmə Mərkəzi tərəfindən sizə təqdim olunan bu sertifikata əsasən rəsmi olaraq sınaq imtahanlarını keçirə biləcəksiniz. Təbrik edirik hər birinizi, uğurlar arzuluyuruq. Bundan sonraki fəaliyyətinizdə inanırıq ki, ən yaxşı nəticələrlə yaddaşa həkk olunacaq. Foto çəkirik, kollektiv foto, gözəl xatırlanması üçün bugünün uğurlar arzuluyuruq. Təşəkkür edirik, buyurub əyləşə bilərsiniz. Hörmətli qonaqlar, bugün ərzində bir neçə saat biz bərabər olduq. Təhsildə qiymətləndirmə və inkişaf forumu çərçivəsində təhsildən bəhs etdik. Təbii ki,
Təhsilə həsr olunan ömür heç vaxt hədər getmir və ömrümüzün bir gününün xeyli hissəsini biz bugün təhsil mövzusunun müzakirəsinə həsr etdik. Bizlə bərabər olan hər kəsə xüsusi təşəkkürümüzü bildiririk. İnanırıq ki, buradan ən yaxşı mövzuların müzakirəsinin nəticəsi ilə ayrılırsınız. Çox sağ olun ki, bizlə bərabər oldunuz. İlqar müəllim, inanırıq ki, forum davamlı olacaq. Hər il təhsil sevərləri, tədrisi təbliğ edənləri bir araya gətirəcəksiniz. Sonda deyəcəyiniz varsa buyura bilərsiniz. Əgər ürək sözləriniz varsa buyurun, çünki bu ilk belə bir forum idi. İnanırıq ki, davamlı olacaq. Değerli dostlar, ben sonunda bir daha her birinize sonsuz teşekkürlerimi bildiririm. Səhər saat 9'dan akşam 6'da 9 saatten çoktu buradasınız. Yani vaktinizi eğer aldıksa üzülü sayın. Maraqlı olmadıysa yeni üzülü sayın. İratlarınızı bildirin, gelin de çalışar ki daha maraqlı eləyək. Ama arzu edəcəyik ki hayatınız uğurlu olsun. Dostlarıma deyirəm, dostdan eski olmayın. Bizim uğurla sizin sevindiğiniz kimi sizin de uğurları biz eyni qayda sevinirik. İnşallah ki çok zaman keçməz, uzağa bir il biz bir de görüşərik. Uğurlar hamınıza. Təşəkkür edir İlqar müəllim. Uzağa getməyin, niyə? Çünki səhnəyə gəlin və bizlə sona kimi burada qalan qonaqlarımızdan da rica edəcəyik. Həm səhnə önündə, həm də səhnədə bir simvolik kollektiv foto çəkirik. Bu forumdan, bugündən yaddaşa həkk etmək üçün rica edirik ki, buyurasınız səhnə önünə və bugünkü forumumuzu sizin ən gür və ən isti alqışlarınızla yekunlaşdırırıq. Müəyyən bir hissəmiz səhnə önündə dayana bilər, müəyyən hissə səhnəyə çıxa bilər. Kollektiv foto çəkəcəyik. Müxtəlif təkliflər var. Xanımlar aşağı, bəylər yuxarı. Sayımız çoxdur, ona görə də kim harda yerləşə bilirsə rica edəcək dayanasınız. İmdad, biz yerləşə bilirikmi fotoya? Fürsətdən istifadə edib biz texniki heyətə də xüsusi təşəkkürümüzü bildiririk. Tədbiri uğurla başa vurduqlarına görə Facemark şirkətinə, Facemarkın peşəkar əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk. Forumumuzu uğurla yekunlaşdırdığımıza görə operatorlarımıza bir neçə saat ərzində bizlə bərabər oldular. Çox sağ olsunlar. Fürsət düşmüşkən gəlin onlara da bir təşəkkür alqışı səsləndirə rica edirik. Videoda çəkiləcəksə biz sizə bir reaksiya verərik sonda.
Birinci fotonu çəkək zəhmət olmasa. Fotodan sonra dağılışmırıq, bir videoda çəkirik. Foto var və beləliklə video çəkirik, sonda isə gür alqış rica edəcəyik. Hazırıq mı dostlar? Siz bizim üzərimizə gəlin və beləliklə təhsildə qiymətləndirmə və inkişaf forumu uğurla başa çatdı. Hər birinizə təşəkkür edirik. Forumun baş tutmasında əmək olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk. Növbəti forumlarda yenidən görüşmək ümidi ilə.